İstəyirsinizsə bir dənə bir qayda deyim ki, şeytan sizdən uzaqlaşsın, şərq qərbdən nə qədər fasilədir, yəni o harda, bu harda. O qədər uzaqlaşsın. Buyurdu ki, əs-som, oruç tutun. Faydalar nədir? Oruç tutsuz nə baş verər? Üzü qara eləyərsən şeytanı. Üzü qara eləyərsən şeytanı. 2. Sonra deyir ki, orucu deyəndən sonra, deyir ki, təkcə oruc yox. Davamında ikinci əməl. O sədəqə verin. Belin qırarsız şeytanı. Zəhər belə deyirlər. Salih əməl eləmək və Allah yolunda insanları sevmək, Allah üçün insanları sevmək. Bu nə baş verər? Şeytanın kökü kəsilər. Sonra buyurur, istiğfar çox eləyin. Bu ayda da əməllərdən biri istiğfardır, tövbə eləyin. Şax damarını qırarsız şeytanın. Hər şeyin zəkatı var. Zəkatul əbdan əs-siyam. Bu, istəyirsinizsə bədənimizin zəkatını verirsiniz, oruç tutun. Zəkat təzkiyədə paklanmaq, insan bulaşır axı günahlara, istəyirsinizsə özünüzü paklayasınız. Budamaq da, ağacı budamaq. Buduyun ki, nə olsun? Paklasınız. Bir dənə də qısa hədisdir, deyir. Oruç tutanın yuxusu da ibadətdir. Bir hindi danışıb, yorulub, o da subhanallahdır və bir əməl eləsə artıq Allah pay verər, adi günlərdən fərqli olaraq. Duası da qəbuldur. Allah günahlarını da əfv eləyər.